Azərbaycan Dövlət Kukla Teatrının sabiq quruluşçu rejissoru Səidə Akverdiyeva xüsusi ittiham qarşısında məhkəməyə verilib. İddiaçı kimi Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov çıxış edib. Onlar Səidə Akverdiyeva barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal rayon məhkəməsinə müraciət ediblər. İş məhkəmənin hakimi Orxan Məmmədovun icraatındadır. Məhkəmə şikayət ərizəsində bir sıra nöqsanlar olduğunu əsas gətirərək onların aradan qaldırılması üçün prosesi bir neçə dəfə təxirə salıb. Səidə Akverdiyeva, Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq şərəf və ləyaqətlərini alçatmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 147 böhtan və 148 təhqir maddələri ilə ittiham irəli sürülüb. Əfsun Əhmədov həbsdə olan keçmiş hakim Elsun Əhmədovun qardaşıdır. Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa Elsun Əhmədovla bağlı daha bir cinayət işi Nəsimi rayon məhkəməsinin icraatındadır. Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Akverdiyeva ötən ilin dekabr ayında vəzifəsindən azad olunub. Səidə Akverdiyevanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilir. Bundan əvvəlsə sözügedən teatr daxilində baş verən qalmaqalla gündəmə gəlib. Səidə Akverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. İstefa verdiyi gün onların nikahına da xitam verilib.